Dünyada neftin qiymətinin ucuzlaşması Azərbaycanda dollardan daha çox Azərbaycan iqtisadiyyatının özünə müəyyən təsirlər edə bilər. Yəni neftin qiymətinin dolayısıyla Azərbaycanda dolların qiymətinə də təsirlər ola bilər. Yəni mexanizm necədir? Azərbaycanda bilirsiniz, dolların qiymətini hökumət inzibati qaydada tənzimləyir. Yəni neft fondundan götürülən valyutanın hərrac yolu ilə satılması ilə bazarda manatın məzənnəsinin ucuzlaşmasına imkan vermir. Dünya bazarında əgər neftin qiyməti ucuzlaşsa, Azərbaycan hökumətinin əlində dollar valyuta azala bilər və bu da uzun müddət davam edərsə, ölkədə valyuta ehtiyatlarının düşənməsinə gətirib çıxara bilər və növbəti mərhələdə Azərbaycan hökuməti manatın devalvasiyasına gedə bilər.